Çox pis köhnə avtobuslar. Köhnəliyinə görə heç bir söz yoxdur. Masazların avtobuslar xoşuma gəlmir. Hamı təzə istəyir də köhnə kiminə lazım? Təxminən bir ay əvvəl sakinlərin şikayət əsasında Masazırda işləyən 525 saylı marşrut xəttindəki avtobusların köhnə olması ilə bağlı bir reportaj çəkmişdik və həmin vaxtı daşıyıcı şirkətdən bizə vəd vermişdilər ki, çox keçməyəcək ki, bu avtobuslar yenilənəcək. Avtobuslarımız gəlirdi, avtobuslar zakaz ediblər, gəlib xəttə buraxılacaq, uzağı 5 günə verin. Bəli, çox keçmədi ki, verilən vəd yerinə yetdi və 525 saylı marşrut xəttindəki bəzi avtobuslar artıq yenilənib, yeni avtobuslarla əvəzlənib. Çox gözəl, çox rahat. Siz də işıqlandırırsınızsa, sizə də öz təşəkkürümüzü bildiririk. Rahat, çox rahat, çox səliqəli, komfort. Konserləri var, rahatçılığı var, təzə maşın başqa şeydir. Narazılıq edirdilər, biz də onu nəzərə aldıq, onun dənəsini dəyişdik. İndi inşallah bu yaxınlarda da dəyişəcəyik, onu da gələcəkdir. 2025-ci ilin istehsalı olan avtobuslardır və təmiz CNG texnologiyasına sahibdir. Bu xətt üzrə ödənişlər nağdsız qaydada həyata keçirilir. Yəni vətəndaşlarımız həm kart vasitəsilə eyni zamanda onlayn qaydada ödənişlərini həyata keçirə bilərlər. Qeyd edək ki, xətt üzrə 20 nəqliyyat vasitəsi istismar olunur. Onlardan 10-u artıq yenilənib, digər qismi də yaxın zamanda yenilənəcək və bu proses tam başa çatdırılacaq və xətt üzrə istismar olunan nəqliyyat vasitələrinin sayı 24-ə çatdırılacaq.